Rusiya Çin vətəndaşları üçün viza rejimini ləğv edir. Bu, indiki şəraitdə çox təəccüblü görsənir. Çünki Çin hələ Sovet İmperiyası dövründən gözünü Sibirə dikmişdi. Hətta 1968-ci ildə Çin bir cəhd eləmişdi, hərbi müdaxilə yolu ilə Sibirə soxulsun. Ancaq o vaxt Marshal Talbukhinin rəhbərliyi altında Çinin irəliləyən demək ki, qoşunlarını, eyni zamanda o sərhəd boyunda yaşayan cəmaatı darmadağın eləmişdi. Top atəşi ilə, artilleriya atəşi ilə. Bəs indi nə olub ki, Rusiya Çin vətəndaşlarına vizanı ləğv edir? Axı, hamıya məlumdur ki, Çin vətəndaşları, Çin əhalisi sürətlə Sibirə hücum edəcək. Yəni, axın edəcək. Orada məskunlaşmağa çalışacaq. Onlar daim yeni yerləri axtarırlar, əhalisi də çoxdur. Baxmayaraq ki, Çin üçün vizanı ləğv edir Rusiya, bu tərəfdən etnik türk olan respublikaların vətəndaşlarını sıxışdırır və ölkədən çıxarmağa çalışır. Görünür, artıq Kreml Türk milli oyanışından qorxaraq bu siyasəti yürütməyə çalışır. Ancaq məsələ burasındadır ki, artıq milli oyanış başlayıb, milliyyətcə, etnik türk olan Rusiya vətəndaşlarının dünya görüşü dəyişir. Onlar öz mənliklərini, kimliklərini dərindən, aydın şəkildə dərk etməyə başlayırlar və bu istiqamətdə də müəyyən iş gedir. İndi buna görə də sual doğur. Həmin o etnik cəhətdən türk olan xalqların nümayəndələri, Sibirin yerli əhalisi gəlmə Çin əhalisini qəbul edəcəkmi? Axı, Çin əhalisi gəlirsə, onda iş yerləri azalacaq və onlar yavaş-yavaş, tədricən yerli əhalini sıxışdırmağa başlayacaqlar. Digər tərəfdən, Slavyan əhalisi, daha çox Slavyan qadınlar, etnik türklərə meyilli olan Slavyan qadınlar Çin əhalisini qəbul edəcəklərmi? Bu, ritorik sual deyil. Sadəcə olaraq artıq bu məlum faktdır ki, Slavyan qadınlar türklərlə ailə qurmağa meyillidirlər. Onların xarakterləri, ailəcanlı olmaları qadınları təmin edir. Bu mənada Çin əhalisi üçün viza rejiminin ləğvi Rusiya üçün yeni problemlər yaradacaq. Milli zəmində olan problemlər. Bu isə çox təhlükəlidir. Ataların bir məsəli var, deyir, sirkə nə qədər tünd olsa öz qabını çatladar. Belə görünür ki, Kremlin çirkin siyasəti bu imperiyanın süqutunu tezləşdirəcək və Rusiya daxildən özünü məhv edəcək.